Son illər ölkənin bəzi məktəblərində texnologiya və musiqi kimi fənlərin ikinci dərəcəli hesab olunması, onların yerinə Azərbaycan dili və riyaziyyat dərslərinin keçirilməsi kimi hallara tez-tez rast gəlinir. Bu isə təhsil sistemində ciddi şəkildə suallar doğurur. Əgər bu fənlər şagirdlərin inkişafında rol oynamırsa, formal olaraq saxlanılmasının məqsədi nədir? Yox, əgər həqiqətən də vacibdirsə, rol oynayırsa, niyə bir çox məktəbdə yalnız dərs olsun deyə keçirildiyi görünür? Bəs çıxış yolu nədir? Bu fənlərin ləğvi, yoxsa onların real məzmunla həmin keyfiyyətlə təmin olunması? Məsələ həm müəllimlər, həm valideynlər, həm də təhsil ekspertləri üçün aktuallığını qorumağa davam edir. Məsələ ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu danışıb. Baxaq. Texnologiya və musiqi fənlərinin bəzi məktəblərdə ikinci dərəcəli hesab edilməsi təəssüf ki, real vəziyyətdir. Amma bu fənlərin ləğv edilməsi əvəzində Azərbaycan dili və riyaziyyatın saatlarının artırılması həm pedaqoji, həm də beynəlxalq təcrübə baxımından düşünürəm ki, düzgün çıxış yolu sayılmır. Texnologiya və musiqi fənləri formal olaraq saxlanılırmı? Sualınıza gəlincə, bəzi məktəblərdə faktiki olaraq bu fənlərin boş saat kimi dəyərləndirildiyi olur. Bunun müxtəlif səbəbləri var. Xüsusən də ucqar rayonlarda, ucqar kəndlərdə fən müəlliminin olmaması, tədris bazasının və avadanlığın zəifliyi, fənlərin imtahan sistemində əks olunmaması, məktəb daxili prioritetləri yalnız əsas imtahan fənlərinə yönəlməsi kimi hallar, bəli, bu iki fənni müəyyən qədər kölgədə saxlaya bilir. Amma bu o demək deyil ki, bu fənlərin mahiyyəti yoxdur, əhəmiyyətsizdir. Sadəcə olaraq infrastruktur və idarəetmə problemi var. Çünki dünyanın müasir təhsil sistemi bu fənlərin uşağın kompleks inkişafı üçün vacib olduğunu hesab edir. Məsələn, musiqi fənnində uşaqlarda diqqət, ritm hissi, emosional intellekt, nitq inkişafı kimi bacarıqları gücləndirir. Tədqiqatlar onu göstərir ki, musiqi təhsili riyazi düşüncəni və oxu sürətini artırır. Estetik zövq və mədəni kimlik məhz musiqi fənni sayəsində formalaşır. Texnologiya fənninə gəlincə, biz hazırda STEAM deyirik və bunun inkişafı istiqamətdə Azərbaycanda işlər gedir. Əslində STEAM-ın elə özəyi texnologiyadır. Təcrübə, yaradıcılıq, problem həlli, mexaniki düşüncə bacarıqlarını məhz texnologiya fənni formalaşdırır. Gələcək peşələr üçün texnologiya fənni baza rolunu oynayır. Məsələn, robotexnika üçün, mühəndislik üçün, dizayn üçün. Məktəb şagirdini real həyata, yəni aləti istifadə etməyə, tətbiqi bacarıqlara, alətlərdən təhlükəsiz davranmağa hazırlayır. Məhz bu texnologiya fənnin əsasında olur. Musiqi və texnologiya fənləri əvvəl kimi tətbiqi məşğələ yox, 21-ci əsr bacarıqlarını formalaşdıran əsas komponent sayılmalıdır. Əksinə, bu fənlərə önəm vermək daha düşünürəm ki, uğurlu addım ola bilər. Bu fənlərin əgər ləğvi düşünülürsə, təbii ki, müəyyən mənfi tendensiyalar ortaya çıxa bilər. Məsələn, yaradıcılıq indikatorları zəifləyə bilər. Şagirdlərdə emosional balans pozula bilər. Mühəndis və texniki sahələr üzrə bazı hazırlığı zəifləyə bilər. Peşəyönümlü imkanlar azala bilər. Bugün dünyanın inkişaf etmiş təhsil modeli olan Finlandiya, Estoniya, Sinqapur kimi ən qabaqcıl sistemlər məhz tətbiq və sənət fənlərini genişləndirir. Bu da ki, texnologiya və musiqi fənninə söykənir. Bütün gün riyaziyyat və dil fənləri ilə dolu ağır proqram tükəndirici olar. Biz əgər texnologiya və musiqinin yerinə riyaziyyat və Azərbaycan dilinin dərs saatlarını çoxaltsaq. Bundan əlavə bir çox uşaq musiqi, təsvir incəsənət, texnologiya dərslərində öz istedadını kəşf edir və biz bunu görə bilirik. Azərbaycan dili və riyaziyyat əlbəttə ki, əsas fənlərdir, amma bu fənlərin daha çox tədris edilməsi mütləq daha yüksək nəticə demək deyil. Finlandiya, Estoniya, Yaponiya kimi ən yüksək nəticə göstərən ölkələr ki var, orada əsas fənlərin saatları çox deyil heç də. Yəni biz belə başa düşürük ki, əsas fənlərin saatını çox eləmək keyfiyyəti artırmaqdır. Bu onunla kompensasiya olunmur. Burada qeyd etdiyim Finlandiya, Estoniya, Yaponiya kimi ölkələrdə balanslı kurikulum tətbiq olunur. Tətbiqi və sənət fənləri geniş yer tutur tədrisdə. Dərs yükü burada azdır, amma öyrənmə keyfiyyəti yüksəkdir.
Çox saat dediyim kimi çox nəticə yanaşması pedaqoji olaraq doğru hesab olunmur. Mən düşünürəm ki, ən doğru həll yolu kimi təbii ki, musiqi texnologiya fənninin ləğvi istiqamətində düşünmək yox, modernləşdirmək olmalıdır. Çünki texnologiya fənnini STEM, robotexnika, dizayn, mühəndislik modullarına keçirmək lazımdır. Musiqi fənnini praktiki musiqi, ritm, Azərbaycan musiqi mətəhiyyəti üzərində yeniləmək lazımdır. Məktəblərdə bu fənnin, daha doğrusu bu fənlərin real keçirilməsini böyüklər tərəfindən imtahana deyil, inkişafa yönəltmək kimi aşılamaq lazımdır. Nəticədə bu fənlər formal olaraq saxlanılan lazımsız dərslər deyil əslində. Problemin kökü onların zəif təhkilindədir. Ləğv edilməsi isə dünyada gedən təhsil tendensiyalarının tam əksinə olardı və uşaqların kompleks inkişafını zəiflədər. Biz çalışmalıyıq ki, uşaqları testə yox, daha çox yaradıcı düşüncəyə, tənqidi düşüncəyə, problemi həll etməyə yönəltməliyik. Məhz texnologiya, musiqi bu baxımdan olduqca alternativlərdir.